Dil bir xalqın ruhu, yaddaşı, kimliyidir. Hər sözündə tarix, hər ifadəsində mədəniyyət yaşayır. 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bizim məktəbimizdə müxtəlif xalqların nümayəndələri təhsil alır. Gəlin görək, məktəbimizin şagirdləri ana dil haqqında nə düşünür? Ana dilində danışarkən hansı hisslər keçirirsiniz? Ana dili mənim doğma dilimdir. Əlbəttə ki, öz dilimdə danışmada qürur hissi keçirirəm. Hər zaman nəsib olmur ki, damarlarından Azərbaycanlı qan axsın. Sizin ana diliniz nədir? Ləzgi dili. Benim ana dilim Türkçedir. Мой родной язык – это русский язык. Ana dili sizin üçün nə deməkdir? Fikrimi sərbəst ifadə edə bildiyim dildir. Ana dili sizin üçün nə deməkdir? Onlar ləzgice cavab verir. Olar. Cavab daha təxəyyüzü. Ana dilində danışarkən hansı hisslər keçirirsiniz? Gurur duyuyorum. Это мой родной язык, который я считаю счастливым. У всех есть свой родной язык. Dili inkişaf etdirmək üçün nə edərsiniz? Raid, qulluq, veri, itiraz. Zapara kitap hakkında ve harcılar tercüme yaraydı. Ana dilində ən sevdiyiniz şeir misrası hansıdır? Yaşamaq yanmaqdır, yarasan gelir. Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO tərəfindən təsis edilmişdir və hər il 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Çünki hər itən dil, itən bir tarixdir. Bu dildə ən sevdiyim söz hansıdır? My favorite word is never. Мой самый любимый слово – это радуга. Ana dilində ən sevdiyiniz söz hansıdır? Səni sevirəm. Görüşərik.